Bu dövrdə kimsə pasxa çörəyi və şərabı vasitəsilə bütün bəşəriyyətə həyat mannası verirsə, bu onun kim olduğunu göstərir. Əhdiyyətik dövründə İsraillilərə mannanı kim vermişdi? Bu, Allah idi. Vəhiy kitabının 1 saniyə fəslində Allah deyir, qalib gələnə mən gizli saxlanan mannadan verəcəyəm. Nəticə etibarilə, hətta bu dövrdə belə bizə mannanı yalnız Allah verə bilər. Yəhudilərlə söhbət zamanı İsa'dan soruşdular, sən nə əlamət göstərərsən ki, görüb sənə inanaq? Nə iş görəcəksən? Ata-babalarınız çöldə manna yedilər. İsa onlara dedi, həyat çörəyi mənəm. Mən sizə həyat çörəyini verəcəyəm. O, bunu deməklə nə demək istəyirdi? Açıq şəkildə Allah ifadəsini işlətməsə belə, onlar onun Allah olduğunu anlamalı idilər. Lakin onlar dedilər, bu söz qəlizdir. Çox adam geri döndü və artıq onun ardınca getmədi. Qaranlıq əsrlər boyu bu mannaya, yeni əhd pasxasının həqiqətinə nə oldu? Gizlədilmiş vəziyyətdə idi. O, 1600 illik uzun bir səyahətdən keçdi və heç kim onu tapa, aşkar edə və ya qoruya bilmədi. Bu səbəbdən Yeşaya kitabının 25-ci fəslində bu, köhnəlmiş şərab kimi təsvir olunur. Vəhiy kitabında isə bu, gizli manna kimi qeyd olunub. Bu mannanı bizə verən kimdir? Əgər Allah gəlib bizə manna verərsə, dərhal bu Allahdır deyə onu tanımalıyıq. Bu dövrdə çoxlu sayda dini liderlərin olduğu deyilir. Lakin müqəddəs kitabın peyğəmbərliyinə görə bu dövrdə bəşəriyyətə pasxa çörəyini və şərabını verən kimdir? Bu işi kim həyata keçirir? Onun işini müşahidə etməklə onu dərhal tanımalıyıq. Peyğəmbərliklər gözlərinin önündə yerinə yetsə də, Yəhudilər bunu ayırt edə bilmədilər. İsa sıpaya minib Yerusəlimə daxil olanda, bir çox insan öz əbalarını çıxarıb yola sərərək qışqırırdı. Hosanna! Davudun adı ilə gələn mübarəkdir. Həmd səsləri bütün Yerusəlim şəhərini bürümüşdü. Allaha edilən bu uca həmd səslərinə baxmayaraq, Yəhudilər bu hadisənin peyğəmbərliyin bir hissəsi olduğunu anlamadılar. Əksinə, onlar İsa'dan xahiş etdilər ki, səni tərifləyən və alqışlayan bu insanları sustursun. O zaman İsa cavabında nə dedi? Əgər bu insanlar susub haray çəkməsələr, kim haray çəkəcək? O dedi, daşlar dilə gələr. Hər kəs peyğəmbərliklərin yerinə yetdiyi hər an belə, bir çox insan sadəcə gündəlik düşüncələrlə öz həyatını yaşayırdı. Zəkəriyyə 9-cu fəsildəki peyğəmbərliyin bir hissəsini yerinə yetirmək üçün Allahın özünün gələcəyi deyilir. Lakin onlar soruşdular, sıpaya minən bu şəxs kimdir? İsa təkcə ilk gəlişində onun ətini yeyib qanını içənlərə əbədi həyat vəd etmədi, son günlərdə də onları eyni şəkildə dirildəcək. Elə isə o çörəyi və şərabı verənin kim olduğunu bilin. O, demək istəyirdi, bilin ki, bu mənəm. Anlayın ki, mən Allaham. Bu işi başqa heç kim görə bilməz. Əgər Allah tərəfindən yerinə yetirilməli olan bir rol, sonda başqa bir şəxs tərəfindən icra edilərsə, bu doğru olmaz. İsa'nın pasxa ilə bağlı əməlləri müqəddəs kitabın 66 kitabının hamısında ətraflı təsvir olunsa da, heç bir kilsənin pasxanı qeyd etməməsi təəccüblü deyilmi? Allah onlara hər şeyi göstərib öyrətsə də, bugün bir çox müqəddəs kitab alimlərinin və dini liderlərin bunu vacib hesab etməməsinin bir səbəbi var. Çünki bu rol onlara aid deyil. Bu, yalnız Allahın gəldiyi zaman yerinə yetirə biləcəyi bir roldur. Məhz buna görə də Allah deyib, qalib gələnə mən gizli saxlanan mannadan verəcəyəm. Mən də həmin şəxsə yeni ad verəcəyəm.
Allah təkcə gizli mannanı verəcəyini deyil, həm də mannanı düzgün başa düşüb qəbul edənlərə yer üzünə ilk dəfə gəldiyi zaman istifadə etdiyi addan fərqli yeni bir ad bəxş edəcəyini vəd edir. Bu, İsa adı deyil, İsa'nın yeni adıdır. Deməli, İsa'nın yeni adı mannanı gətirənin adıdır. O, Məsih Ans Sang Hong deyilmi? Ata Ans Sang Hong bizə yeni əhd pasxasının həqiqətini elan etdi və bizə həyat mannasını bəxş etdi. Allahın bütün əməlləri müqəddəs kitabdakı peyğəmbərliklərdə öz əksini tapıb. Necə ki, Allah deyib, lakin onlar da mənim barəmdə şəhadət edir. Ümid edirəm ki, həm siz, həm də mən müqəddəs kitab vasitəsilə atanı daha çox anlayacaq və kamil imanda böyüyəcəyik.